Rəsul sizin qarşınızdadır, hə Rəsul? Başlayaq tortumuzu hazırlamağa. Senin verene şükür. Bu Napolyonun 40 il öncə olan variantıdır. Və sən bayaqdan mənə kömək eləyirdin. İndi çəkilişə keçdin. Hə, mən çəkirəm. Çox unikal bir xəmirdir. Ləzzətlidir, hə? Nənə sağ ol. Mənim süfrəm. Sən basıva dönərəm mənə. Səni verene şükür. Birazdan ARB-də sponsor Almarket. Mən Fərid və Rəsul sizin qarşınızdadır, hə Rəsul? Hə. Salamla dinə sağlam. Sağ ol. Bugün Rəsulla dedik ki, tort hazırlayaq. Biz həmişə bu evdə hazırlayırıq da nələrsə. Amma tort üçün gördük ki, Rəsul bizciyik, hə? Gördük hazırlaya bilmirik. Çünki bu tort işi kimli idi? Kimi çağırmalıyıq biz bura? Kimi çağırmalıyıq biz? Eyvah nənə. Eyma nənəni, bəli, Eyma xanımı dəvət edirik. Xoş gəlmisiniz Eyma xanım. Salam, Gedin mənim. Eyma xanım. Pirçoskonuzu düzəldin, keyinin, kesinin. Gəlin bizi ilə bir yerdə Rəsulla ikimiz bir dənə tort hazırlayaq. Necəsən Eyma xanım? Mən yaxşıyam, sən nə tərsən? Sağ olun, hər şey yaxşıdır. Allah sizi var Yo, etsin. maşallah, hamınız yaxşısınız. Çox xoş oldu mənə. Və yəni ki, 2 qat sevincliyim. Bir balaca ara vermişik. Bəli. Mən düzü fikirləşdim ki, Fərid bu gün məni bura balıq yeməyə dəvət Yox, bizimki edir. tortdur, tort. Bəli, və gəldim gördüm ki, burada belə bir şey yığmısınız, ərzaqları yığmısınız. Nə hazırlaya bilərik bundan? Mən sizə bu gün tez başa gələn Napolyon tortu. Həm də özüm onu yeyəcəm. Rəsulun bir yerdə. Rəsul kömək eləsin, hə? Və mən bilirəm ki, Rəsulun çox xoşu gəlir Napolyondan. Amma siz arada ki özünüz bişirirsiniz, o sizə Hasan başa gəlsin. Ona görə ki, bizim verilişdə hazırladığımız klasik Tortdan Napolyon, o bir balaca orada problem var, çətinliyi var. Və biz deməli, nə edəcəyik indi? Başlayacağıq işə. Biz başlayırıq işimizə. Onda Rəsul burada dayansın. Bax, Rəsul Bəli. burada dayansın. Eyma Rəsul xanım gəl. keçsin ora. Mən keçim həmişə kimi sol Ora. tərəfə. Və başlayaq tortumuzu hazırlamağa. Hə Rəsul? Bəli. Və əlcəyə taxırıq. Əlcəyə taxırıq. Rəsul. Arada mənə sual verirlər ki, Hə. mən əllərimi niyə unlayıram? Niyə unluyursun Eyma xanım? Mənim biraz barmaqlarım doludur deyənə. Rəsula da Barmaqlar iş verin də, Rəsul da nəsə eləsin. indi hamısını verəcəm, hamısını Mən verəcəm. onda çəkilim bura Rəsulla 200 hazırlayın, hə? Bəli. Nənə bala. Deməli, bizə lazım olacaq 1 kilo un. İki paçka vanil. Bir halda ki, mən deyirəm Hasan yolunu izah eləyirəm. Baxın görün. Bax bu 2 paçka yağı, yanı 500 qram. Onu da arada deyim ki, mənə çox xoşdur ki, verilişdə Tural resept yazanda çox diqqətlə baxırsınız. Deməli, qur südündə bir anlaşılmazlıq yaranıbdır. Bilmirəm nə yollansa, xəmirə süd əlavə olunubdur. Düzdür, Tural da narahat elədim, amma mənim əzizlərim, qur südü tortun tərkibində süd yoxdur. Yaxşı, biz indi neyniyək? Sən mənə köməklik elə. Hətta bu gün mənə deməli Rəsul da kömək eləyir. Rəsulun başına dönərəm mən. Mən bilirdim də onu mən bələkdə o adanın yanına gətirəndə mən bilirdim ki, bu uşağın gələcəyi var. Problem yoxdur. İndi icazə ver Rəsulum. Emma nənə onu bütöv belə o eləsin. Olar elə. Ver indi mən sənin əlini belə qaşıya bax belə. Çırpım. İndi bir dəqiqə dayan. İndi sən mənə yenə kömək eləyəcəksən. Mənim əzizlərim və belə bir deməli ovuntu eləyirsiniz. Yaxşı. Yəni yenə vurğulayıram. Bu tortda yağın tam donlu olmağı şərt deyil. Klasik Napolyonda olan kimi. Amma inanınız ki, çox mükəmməl. Ver mən sənin əlini təmizləyim. Sənin verənə şükür. Amma sən belə dıqqılı olanda mən səni çox öpürdüm. Hep belə buraları da iynirdim. Səndən elə qəşəng ətir gəlirdi ki.
Ata da deyirdi ki, incitmə oğlumu. Amma mən səni incidirdim, öpürdüm, ona görə ki, dadlıydın. Can, sən niyə öskürürsən? Soyuq olub sənə? Nüşün? Marojna yemirsən? Yox, yox. Və niyə sənə soyuq olub da? Soğuk olub da. Bilirsən mənə nə maraqlıdır? Sən niyə bugün evdəsən? Bağçada deyilsən. Bas ev üçün olar. Deməli, bağçada ev günü də var. Yox. Onda gəl belə eləyək. Sən atayla danış, sən ev günün olanda məni dəvət eləyin. Olar elə. Emma nənə də sənə qəşəng dadlı tortlar hazırlasın. Sən niyə tort yeməyi xoşlayırsan, Rəsul? Hastayıram da. Niyə xoşlayırsan? Tahta hastayıram da. Sən basıva dünərəm məni. Səni verənə şükür. Hə, indi biraz dayan. Bax belə, biz indi sənə salfetka da verərik. Baxın görün, bax belə ova. Mən də indi yeyim də. Bu indi hazırdır. İndi biz başqa cür verəcəyik sənə eləməyə. Yaxşı? Sən bilirsən nə diginə atıya? Atıya diginə ki, Emma nənəyə su lazımdır. Hı? Hə, atıya diginə ki, ay ata, Emma nənəyə su lazımdır. At su gətir. Ata da bizə kömək eləsin. Bax deməli belə bir ovuntu alınır. Çox qəşəng. Doldurara. Mən belə deyə bilərəm. İsti də. Yox, mənə soyuq 2 stakan su lazımdır. Sən indi mənə kömək eləyəcəksən. Fəridin evində ikinci dəfədir ki, evindəyəm. Həqiqətən çox qəşəng dəyişiklik eləyibdi. Mənim bura yox. Bircə dəqiqə dayanız, mən bir dənə. Biz bunu qoyuruq bura. Emma xanım, Rəsul xoşunuza gəldi danışmağı. Fərid çox qəşəng danışır. Rəsul qəşəng. Üzürü sağ. Fərqi yoxdur, o da mənim, bu da mənim. O da sənsən, bu da sənsən. Suyu da Rəsul töksün. Deməli, mənə 2 stakan buz kimi su lazımdır. Sən 2 stakan suyu gətir bura, amma onu bura Rəsul əlavə eləyəcək. Bir də qədəm tələsmə mənim balam. Qoy ata o bir stakanı da doldursun. Ay, sağ ol. Əvvəl birini. Ay, indi o bir stakanı da tök bura. Ay, çox sağ ol. Ay, çox sağ ol. Bir mənə. Biz bura sındırırıq. Burada olmalıdır 2 ədəd yumurta. Mənim dəcəl balam marketdə bugün gözün çıxardıb yumurtalarını dıkı-dıkı alıbdı. Biz bura eləyəcəyik 3 yumurta. Ağlı, sarılı. Rəsulum, mən bura sındırdıqca sən onları ora əlavə elə. Yine Allah. 2 əllə, 2 əllə. Demən səni qoy, aysa, mən sənin əlivi sileyim, sən narahat qalmısan əlivə görə. Ay, səni verənə şükür. Bax belə. Razı qaldın. Hə. İndi mən yenə sındıracağım yumurta. Sən yenə onu bura əlavə edərsən. Yaxşı? Baxın görün, mən həmişə deyirəm ki, yumurtanı sındıranda başqa qaba sındırın. Bax görürsünüz ki, bax belə bir şey yaşanır. Yumurtanın qabığı. Yəni çox diqqətli olun yumurtanı sındıranda. Kimin belə köməkçisi var? Heç kimin. Rəsul, bunu da ora əlavə elə. 2 xörək qaşığı 2 əllə. 2 xörək qaşığı üzüm sirkəsi. Ay, sağ ol. Biz bura əlavə eləyirik. Görürsünüz ki, bax o biri deməli bizim 2 qaşıq şəkərdən əlavə eləyək bura. Hə, birini də götür. Oy. Ay, sağ ol. Duz. Çay qaşığın yarısı. Bax bu qədər. Ay, sağ ol. Rəsul, indi mən bunu verirəm sənə. Sən bunu yavaşcana çal yenə belə. Olar elə. Bax belə, bax gör. Bax belə. Bir də gedə. Və biz bu məhlulu hamısını... Hə, çal. Yox, bax belə. Sizə belə bir məhlul alınmalıdır. Ay, sağ ol.
Sadəcə olaraq bu tortda şərt nədir? Bu su soyuq olmalıdır. Və mən bu çalınmış suyu əlavə eləyirəm bura. O biri tortdan fərqli olaraq, baxın görün, sadə, adi xəmir yoğururam. Deyəm bir dəqiqə, Rəsulum, sənə qurban, bircə dəqiqə səni verənə şükür. Suyu artıq eləmək lazım deyil. Məsələn, bizim reseptlərdə fərq nədir unda? Un var ki, möhkəm un olur. Un var ki, yumuşaq. Bax, bu gün işlədiyim un yumuşaqdır. Hələ də xəmiri bir yerə yığmır. Çox gözəl bir xəmir alınır, amma xəmir yumuşaq alınıb. Niyə? Ona görə ki, burada zülalı çox olan un olmalıdır. Elə görgünə ki, əlim batır xəmirə. Hə, elə. Nətər yoğuracaqsan? Baxın, görün. İçini verənə şükür. Və mən sizə belə bir şey deyim. Yəni, hər evdə biş-düşə həvəsli evdə uşaq olmur. Və əgər sizin evinizdə Rəsul kimi bir uşağın həvəsi varsa, sizinlə bir yerdə xəmir yoğurmağa, xəmirdən nəsə hazırlamağa, o uşağı sinsitmir. Qoy o uşaq sınasın özünü. Mənim əzizlərim, bu xəmirdən siz hətta ətli piraşki də hazırlaya bilərsiniz. Sobada. İndi elə baxım görüm eləyə bilirsən, Ema nənə kimi. Yoba belə. Belə qaldır, bax belə. Belə qaldır, bax belə. Eləginə baxın görüm. Ay sənə qurban. Ay sağ ol. İndi buradan bax belə. İndi buradan bax belə. Ay sənə qurban. Və mən bunu bitireyim. Olar elə. İcazə verirsən. Yavaş, yavaş. Qorxma, qorxma, qorxma. Mən səni tutmuşam. İndi mən bu xəmiri böləcəm 8 kündəyə və bu mütləq 1 saat qalmalıdır. Mənim əzizlərim, verilişə baxanda sual yazmayın ki, Ema xanım, olar bir gecə qalsın, olar 2 sutka qalsın. Xahiş edirəm. Mən nə deyirəm, onu da eləyim. 2 kilo. Fərid zəhmət olmasa 2 kilonu böl 8-ə. Baxın görün, Rəsul tapıb gətirdi. Ay, indi gəb səndən köməkli eləyək. Tut oradan, bax belə. Düzdür. Nə qədər oldu kündən biri? 8 hissəyə böləndə. Aha. Bax belə. İndi mən sənə Rəsul bunları verəcəm. Sən bunları yumurlayarsan. Yaxşı? Bircə dəqiqə deyən sənə qurban. Bax belə, elə əlində. Yox, sıxma, bax belə. Bax elə bil ki, bax qar topudur. Ay, sağ ol. Elədin. Yox, bax gör, sənə qurban. Gör, Ema nənə nətər eləyir. Bax belə, bunu qoyursan bura. İndi bunu elə, ala. Yəni məni kim tanıyırsa və görəndə ki, mən bu cür köməkçiyə çox rahat səbirlə yanaşma edirəm, hamı təəccüblənəcək. Ver mənə, sənə qurban. Rəsul, indi bilirsən mənə nə lazımdır? Mənə enli boşqab lazımdır. Gətirə bilərsən mənə? Hə, zəhmət olmasa. Hansındaysan? Enli boşqab. Biz indi o yumruları ver onu. Onu qoy kənara. Darıxma. Hə. İndi o birisini ver mənə. İndi sən bu yumru topucukları bax belə yığ bura. Alınan xəmiri bölürük 8 kündəyə.
Mən çox istəmirəm ki, əlimizdə oynadaq bu xəmiri ki, Buyur, tərkibindəki yox, artıq biz böldük və burada artıq mənə deməli Fərid sənin köməyin lazım olacaq. Biz bu xəmiri qoymalıyıq soyuducuya. Düz 1 saatlıq. Əgər siz bu tortu evdə qərara gəlsəz hazırlamağa, düz qonaqlar gələnə qədər 2 saata bu tort hazır olur. Onu da qoy bura sənə qurban. Şo, bax belə. Gözləyə 1 saat keçsin. Rəsul yaxşı apardın ha. Öpüm, öp ata. Mən öpüm. Ağıllı balamdır. Mən də sənə. Cibinizin dostu Almarketdə həm tanıdığınız markalar, həm də Almarketin öz markaları ekonom qiymətə təklif olunur. Yüksək keyfiyyətli bu məhsulların qiyməti digər markalardan 50%-ə qədər ucuz olur. Almarketdə hər 4-cü gün yeni fürsətlər başlayır. Onun üçün fürsəti qaçırmayın, ona görə yolunuzu sizə yaxın Almarketdən salın. Elma xanım bir davam edin. İndi Emma nənə nə eləyəcək? Krem hazırlayacaq. Düzdür? Deməli, mənim burada 500 qram bişmiş zquşonka var. Və mən zquşonkanı hazır bişmiş halda alıram. Niyə? Ona görə ki, o bax belə çox gözəl qatı olur və bundan hazırlanan da krem çox və çox ləzzətli tamlı olur. Yəni bildiyiniz kimi mən çox vaxtı adətən krem plambirlə işləyirəm. Bu gün kremimiz fərqlidir. Kərə yağı, məməzlərim istənilən kərə yağı ola bilər. Dadlıdır alma. Yaxşı, bax özün yeyirsən də, heç olmasa Emma nənə üçün də birini kəsib gətirərdin də, nə olardı? Dımbılı, mən də istəyirəm də alma yemək. Niyə gətirmədin mənə? Gətirdin. Sən başıva dönərəm. Özümə oxşayan dilim. Arıqlamışam. Ləzzətlidir, hə? Burada bir məqam var. Kremi hazırlayanda çalışın, yağ tamam açılsın. Baxın, görün. Sizin evinizdə nə varsa, bu qaymaq ola bilər, xama ola bilər. Çox yox. Bax, yanı belə. Baxın, görün, bir qaşıq. 100 qram eləyir. Buna görə də mən hazır bişmiş zquşonka alıram. Baxın, görün, necə bir möhtəşəm krem alınır. Həm dadlıdır, həm ləzzətlidir, həm də keyfiyyətli bir krem alınır. Yəni, verilişə baxanda mən bilirəm ki, çox xoşunuz gəlir bizə qarşılıqlı alternativ sual verməyə ki, Emma xanım, burada ağ zquşonka ola bilər? Ola bilər. Yəni, sadəcə olaraq qatıq olmaz. 1 saat keçdi. Xəmir soyucu olana qədər krem hazır oldu. Bu bizim kremimiz. Və mən deməli, yenə vurğulayıram. Əgər kimsə xama eləmək istəmirsə, bura 100 milliqram qaymaq da əlavə eləyə biləcək. Və biz indi nə başlayırıq? Biz başlayırıq indi korjlarımızı bir-bir bişirməyə. Mən xəmiri hamısını soyuducudan çıxartmayacağam. Kündələri bir-bir götürəcəm, yayacağıq və çox, yenə də deyirəm, əlcəyi. Yox, indi bizə əlcəyi lazım olmayacaq. Sən nə yedin günorta? Mama nə bişirmişdi sənin üçün? Heç nə. Sən niyə elə deyirsən? Sənə mama qəşəng kotlet hazırlamışdı, sənə mama qəşəng kartof qızartmışdı. İndi də biz nə bişirəcəyik sənə? Biz indi sənlə tort bişirəcəyik və onu çayla içəcəyik, hə?
Əli ilə eləyəcəksən? Yo, o da deməli, bizim belə bir mərdanəmiz var. Xəmiri soyuducuya qoymaqda məqsəd nədir, mənim əzizlərim? Xəmir yumuşaqdır. Xudmani unlayıram, baxın görün. Yəni artıq siz tam başa düşdünüz ki, mən bura hazırlıqlı belə gəlməmişdim. Mən elə bildim ki, Fərid nəsə balıqdan hazırlayıb, ona görə məni dəvət eləyir. Amma yenə də xoşdur. Fəridin hesabına bu tortun da dadına baxacağım, yoxsa ki mən öz oxluğumu gətirərdim. Amma bir yaxşı deyim var. Orxan, mən həmişə nə deyirəm? Mən deyirəm ki, ölümə çarə yoxdur. Hər şeyə əlacı var. Və mən bu xəmiri açıram. Məsələn, bir yaxşı bir məsləhət var. Mən belə deyim. Bunun gətirmə. Ondan gətirsən gətir, amma o bizə lazım olmayacaq. Bizim ona ehtiyacımız yoxdur. Bax, bunu belə eləyəcək. Siz bunu gəlsən. Yox, kəsmədə sənə qurban. Bu kəsilməməlidir axı. Elə olacaqdı o. Məsələn, belə bir məsləhət var. Deməli, mən yenə kağızı götürüm və göstərdim. Əgər hansı reseptdə yazılırsa, onu çox istifadə eləmək olmaz. Çox həsən üsul var. Başqa kağızı qoyursunuz xəmirin üstünə və kağızın üstündən başlayırsınız, bax belə yaymağa və sizdə bir problem alınmır. Bizim bugünkü tortumuz olacaq 28 dairə, nazik korjlardır. Mən deməli 28 santı ölçü verirəm. Yəni bu çəmbərlərin İçində deməli rəqəmlə bölmə var. Mən bunu belə yoxlayıram. Xudmani biraz da yayacağam. 180 dərəcədə fan rejimində biz bu korjuları bişirəcəyik. Görürsünüz ki, bir problem olmadan, çox un istifadə olunmadan biz bu yuxanı açdıq. Olar sən maşını bu ora çəkəsən, bu maşını ora qoyasan, zəhmət olmasa, ay sağ ol. Və bir-iki yerdən bax belə çəngəlləyirik. Xəmiri dərhal mən çəmbərlə kəsmirəm. Niyə? Mən hazır korju kəsirəm, ona görə də tortu yığanda çətinlik çəkmirəm. Bu getdi artıq sobaya. Və gözləyirik, korjumuz hazır olsun. Qayıtdım, Rəsul getdi istirahətə, mən gəldim. Hə, neynəm Süleyman xanım? Və mən istəyirəm bir şey görsədəm, həm də bizə baxanlar görsünlər ki, bax gör bu necədir. Yəni sadə olsa da, bax həmin qatlardır. Eyni şeydir. Eyni şeydir. Sadəcə olaraq o birinin xüsusiyyəti başqadır. Bunun xüsusiyyəti nədir? Bu tez bişir. Məsələn, 15 dəqiqə artıq korj hazırdır. Bu formada davam eləyir. Və mən bu formada bunu davam eləyirəm. Bunu götürürəm. Bunu qoyuruq. Ay, sağ ol. Bunu qoyuruq bura. Getdi sobaya. Və bu getdi sobaya. Bəli. Ay Rəsul, və sən bayaqdan mənə kömək eləyirdin. İndi çəkilişə keçdin. Hə. Niyə? Bəs tortu niyə mənə kömək eləmirsən bişirməyə? Alınır. Hə. Yaxşı görsənirəm orada. Hə. Bəyəndin. İşıq zad hamısı yaxşıdır. Hə. Hə. Biraz azaldırmışsın. Yaxşı. Nə oldu? Bəyənmədin işığı? Həngin dəyişdi. Hə, dəyişkinə. Baxa görə nəyi xoşuna gəlmədi sənə? Onun başqa, onun heç nə. Sən mənə deginə, sən o telefonu sənə kim alıb?
Özüm almışamdır. Yaxşı. Neçə almısan? Və sənin pulun hardan idi? Rəsul baba vermişdi yoxsa ata? Düzəldə bilmədin. Görürsən. Görürsən məni? Mən onu görürəm. Və sən məni görürsən? Hə, görürəm bu xalqda. Yaxşı görsənirəm mən orada. Hə. Qəşəng. Hanı sənin stulun? Pilləkənin hanı? Üstünüm də, buradan baxım. Yaxşı. Hardan sənə rahatdır, oradan da bax. Sən pişir, bu bayıqa. Mən bişirəcəm, sən də çəkəcəksən, hə? Sən nə gətirmə lazımdır? Mənə hələ heç nə. Mən gözləyirəm ki, oradakı şey hazır olsun, koş. Hə, bu niyə pişirmirsən? Bəs oradakı çıxsın da, sobanın içindəki çıxsın da. O pişirər, o da pişir, Ay, o sağ. pişirər, Aha. o lazımdır. Yox da, o bişsin. Bax, bizdə sobada, bax. Amma yaxınlaşma çox. Görsən, bizdə sobada var. Düzdür? O tam bişsin. Onu çıxardaq oradan götürək, sonra bunu qoyaq bişməyə. Sonra da o pişsin qoyaq. Hə. O birisi hanı? O birisilərdə soyuducuda. Biz niyə xəmiri soyuducudan çıxartmırıq? Ki, xəmir əriməsin, əlimizə yapışmasın. Düzdür? Hə, indi sən yenə çıxırsan, yoxlayırsan ki, çəkiliş yaxşı gedir ya yox? Necədir? Yaxşı. Qəşəngdir. Hə, varın da əlinə. Mənim əzlərim, deməli, yəni tam hələ soyumayıbdır. Həmin ovulmağı da var, xırçıltısı da var. Və onu da istəyirəm sizə vurğulayam ki, bu Napoleonun, belə deyim, 40 il öncə olan variantıdır. Biz mənim süfrəmdə klassik Napoleon hazırlayanda o artıq hardasa bir 30 il öncə deməli belə deyək də bizim həyətimizə daxil olur. Amma biz həmişə bax bu Napoleonu hazır eləmişik. Buyurun. Nənə niyə tamamladı? Qutardı artıq və nənə indi başlayır tortu yığmağa. Və sən nə edirsən? Mən çəkirəm. Yaxşı eləyirsən, çək. Mənim əzlərim, korjlar artıq hazırdır və mən başlayıram yığma prosesinə. Və yenə də vurğulayıram, bu Napoleonun çox hasant bir üsuludur. Yəqin ki, səsində eşidirsiniz. Bunun xırt-xırtlığı tam fərqlidir. Yəni, baxın, görün. Amma bu tortda çox dadlıdır. Və mən deməli, yavaş-yavaş bunu kremləyirəm. Mütləq bişən korjun deməli, birinci korj heç, amma ikinci korju, bax, mən indi bir dəfə göstərəcəm. Növbəti korjlar gələndə, mən bax, belə edirəm. Niyə? Korjun, belə deyək ki, alt hissəsi bişəndə hamar olur. Və biz tortu yığanda bizə problem yaratmır. Krem də çox rahat yaxılır. Baxın, görün, belə. Çalışın, siz də elə edin. Yəni, şirniyyat bişirəndə həmişə çalışın, rahat üslubdan istifadə edin. Və mütləq deməli, tortu yığanda mütəmadi əlinizlə bax, belə düzəliş verin. Bax, bax, belə. Bax, belə. Deməli, baxın, görün, bizim korjun çox qızaran tərəfi də var, ağ tərəfi də var. İndi baxın, görün, mən nə edirəm? Bax, bu çox qızarıb, düzdür? Mən korjun açıq hissəsini qızaran tərəfə qoyuram və elə bilərsən ki,
tortda balanslıq yaranır və ağla qara hissələri biri-birindən toqqaşanda çox bir möhtəşəm dad olur tortda. Fikirləşərsiniz ki, o biri tortla, Napoleonla fərq nədir? Mənim əzizlərim, mütləq hazırlayın. Mən indi o qədər izah eləsəm, fərqi yoxdur. Sizə ancaq nə qalır? Qəşəngcə bu tortu hazırlamaq və onun dadına baxmaq. Və baxın görün, bizim klassik Napoleonda qatlar olur. Çoxlu sloylar olur. Bu isə bax bu cür nədir? Bax çox unikal bir xəmirdir. Baxın görün, korju kəsmişəm. Və bunu belə deyim ki, 80-cı illərin Napoleonu, 80-cı illərin. Artıq mənim süfrəmdə olan klassik Napoleon, o hardasa 90-cı, 2000-ci illərin klassik Napoleonudur. Ancaq o da unikaldır. Bu ondan da gözəldir. Baxın görün, bişirmişəm və sonuc olaraq ölçünü verirəm və bütün korjlar enli olduğu tam bərabərdir. Və mən belə əlimlə yoxluyuram. Baxın görün. Bax, burada hiss olunur ki, baxın görün, burada hiss olunur ki, əyrilik var. Mən neynirəm? Mən bax, əlimlə xudmani bunu düzəliş edirəm. Baxın görün, çox gözəl. Qalan kremin hamısını həm tortun böyrünə vuracam, həm üstünə. Məsələn, görürsünüz ki, çəmbərdir. Siz nə edirsiniz? Mən artıq bir tərəfinə krem vurmuşam. Yenə də problem deyil. Bu tortu salırsınız çəmbərin içinə və onu xudmani sıxırsınız. Bax belə. Onda sizin tortunuz hər tərəfdən bir daha da düppədüz olur. Yəni bu məsləhətlər kimədir? Kim ki təzə başlayır şirniyyat hazırlamağa, kim ki istəyir süfrəsində hazır tort hər tərəfdən gözəl görsənsin. Bu mənim Rəsul balama aiddir. Təzə mənim belə deyək köməkçimdir, şagirdimdir, gələcəyin ustası da Allah qoysa. Və soruşanda ki, sənin müəllimin kim olacaq, deyəcək ki, mənim müəllimim Ema nənə olub. Elə deyəcəksən, Rəsul? Elə? Kimdən öyrənmisən? Səndən. Ay, sənə qurban. Hündürlüyü olur 10 santı. 30, həmin bax, deməli, görürsünüz ki, un eyni un istifadə olunur, 1 kilo. Amma orada bəzi ərzaqlar fərqlidir. Biz deməli, bu ovuntunu mən belə əlimlə əzdim və bu belə olmalıdır. Və mən bunu, baxın, görün, bol ha bol. İndi mən fırladacağım, siz görəcəksiniz. Bol ha bol, bax, bunu vururam tortun böyür başına. Bu kroşkanın, bu görkəmi qane eləmirsə, siz nə edirsiniz? Siz bunu blenderdan da keçirdə bilərsiniz. Amma inanınız ki, belə daha gözəldir. Və nəticədə tort yenə də maşallah hündür görsənir. Mənə sağ ol sizin. Sən də sağ ol. Mən bunu bugün sənin köməyinlə ərsiyə çatdırdım. Biz tortumuzu kəsmirik. Tortumuz çox gözəldir, çox gözəl alındı. Dairəsi 28-dir və biz sizə nə deyirik? Sağ ol deyirik, sağ olun.
Sponsor Al Market.